Baxın, biz bu dünyada əbədi qalmayacaq. Bu dünya fani dünya deyilik. Bizim də Allahdan istədiyimiz arzumuz şəhid olmaqdır. Şəhid sadəcə döyüşdə olmur. İnsan Allah istədiyi kimi yaşayırsa, yatanda dəstəmaz alıb yatağına girirsə, o cür dünyasını dəyişər. Hədislərdə gəlir ki, onda da şəhid olar. Millət üçün, vətən üçün, xalq üçün gözəl mücadilə eləyər, xeyirli işlər görər, xeyirli əməllər edər. Gözəl niyyət üçün yola çıxar, bir qəza olsa da orada da şəhid olmuş olar. Allah onlara o şəhidliyi, zirvəni nəsib etdi. Bizim də arzumuz odur ki, Allah onların şəfaətinə bizləri nail etsin. Onlar bizə axirətdə şəfaətçi olsun. Və onlar bir can qurban verməklə bizim üçün bir vətən əmanət etdilər. Həmişə biz dostlarımızla danışanda deyirik ki, kim nə işlə məşğuldursa, o işğaldan azad olan torpağa o niyyətlə gedəcək. Bizim də arzumuz, niyyətimiz ondan ibarətdir ki, onlar o canı qurban verərək o dəyərləri bizə qaytarıbsa, biz də o dəyərləri qoruyaq. Biz də o mənəvi dəyərləri insanlar arasında yayaq. Çanaqqalada biz orada ziyarətdə olduq. 500 minə yaxın insan dünyasını dəyişib. Orada hardasa bir 300 minə yaxın müsəlmanlar şəhid olubdur. Tablolar var, üzərinə yazılıb ki, əlinizdəki zibili yerə atmayın, amandır bir şəhid məzarının üzərinə düşər. Əslində biz o işğaldan azad olan torpaqlarımıza gedərkən əlimizdə atacağımız zibili də, danışacağımız sözləri də, atacağımız addımları da, edəcəyimiz işləri də, görəcəyimiz işləri də hər birini ehtiyatla etməliyik ki, burada şəhid qanı var, şəhid ruhaniyyəti var. Onlar məhşərdə bunun hesabını bizdən soruşacaqlar. Mən canımı qurban verdim, sənə torpaq qaytardım və dəyər qaytardım. Sən bu dəyəri necə qorudun? Bu bir məsuliyyətdir. Millət olaraq, xalq olaraq Allah bizə bu məsuliyyətimizi anlamağı və o şəhidlərimizin qanına hörmətlə, ehtiramla yanaşaraq onların əzizlərini, böyüklərini, atasını, anasını, bacısını öz ailəmiz kimi, öz doğmalarımız kimi bilməyi bizə nəsib etsin. Allah sizdən razı olsun. Allah evinizi, ocağınızı bərəkətli etsin. Sonda bunu deyim ki, biz Hacı Rza ilə bir yerdə çox oluruq, məsciddə bir yerdə işləyirik. Bəzən danışmaq asandır, amma bir də işin Quran-Kərimdə ayə var ki, buyurur, bəzən sizin xeyir gördüyünüz bir şeyin arxasında şər dayanır, bəzən şər gördüyünüz bir işin arxasında xeyir dayanır. Allah bilər, siz bilməzsiniz. 3000 şəhidimiz var. Bu 3000 şəhidin olması biz deyirik, Allah bizdən aldı. Əslində Allah bizə verdi. Kərbalada Həzrəti İmam Hüseyin İslamın şəhid olmağı ilə Allah ümmətə dini yenidən yaşatdı, canlandırdı, onları diriltdi. Bugün biz 14 əsr keçib üzərindən Həzrəti İmam Hüseyin İslam deyəndə kövrəliriksə, əslində İmam Hüseyin İslamın bizim ona kövrəlməyimizə ehtiyacı yoxdur. Amma biz möhtacıq ki, Həzrəti İmam Hüseyin İslamın acısını, müsibətini, onun şəhidliyini, onun məktəbini zikr eləyək, xatırlayaq, qəlbimiz, daşlaşmış qəlbimiz yumuşalsın. Əslində Allah bizdən bu şəhidlərimizi almaqla, baxın, ətrafımızda olacaq ailələr, onlar əvvəlki kimi şənlənə bilmirlər. Nə qohumları, nə yaxınları, nə ailə üzvləri. Hədisdə buyurur ki, Allah sevdiyi qulun qəlbinə hüzün verər. Bayaq anamız dedi ki, dünyanın həm xoşbəxt anasıyam, həm kədərli anasıyam. Kədərli olmaq bəzən insanlar fərqli baxa bilər, fərqli yanaşa bilər. Allah mənim kədərli olmağıma necə baxır? Vallahi elə olur ki, insan o şən halından yorulur. Amma insan nə vaxt insan olur? İnsan o vaxt insan olur ki, insanların dərdi ilə dərdlənir, insanlığın dərdi ilə dərdlənir. Orada hiss edirsən ki, sən insansan. Kiminsə dərdinə yana bilirsənsə, insansan. Hədisdə buyurulur ki, Peyğəmbərimiz buyurur ki, Allah sevdiyi qulun qəlbini hüzünlə doldurar. Sevmədiyi qulun qəlbini nəşə ilə doldurar, sevinclə doldurar. O adam yəni, dünya vecinə deyil, necə gəldi yaşayır. Amma bir qulu sevirsə, onun qəlbinə hüzün doldurur ki, o hüzünün içərisində Allah var. O hüzünün içərisində Allahın Rəsulu var. O hüzünün içərisində Əhl-i Beyt imamları var. O hüzünün içərisində bizim dəyərlərimiz var, insanlarımız var, insanlıq var. Yoxsa bir yaşadığımız bir ömür var da, bir gün Allah o canı alacaq, harda alacaq, necə alacaq bilmirik. Amma İmam Hüseyin İslam buyurur ki, mənim üçün isti yataqda dünyamı dəyişməkdənsə, döyüş meydanlarında vuruşaraq, qılınclarla doğranaraq şəhid olmaq daha üstündür. Yataqda biri var şəhid olasan, biri var ki, Allah üçün, yəni dünyadan köçməyi bir qayəsi var. Bu şəhidlərimiz həqiqətən bir qayə uğrunda canlarını qurban verdilər. Mənasız dünyadan köçmədilər. Allah hər birimizə də, bizə də
digərlərinə də qayə uğrunda şəhid olmağımızı, canımızı qurban verməyi nəsib etsin.